Məktəbdə summativ pulu yığıldığı iddia edilir. Bildirilir ki, qiymətlər siniflərə görə dəyişir. Hər şagirddən aşağı siniflərdə 5, yuxarı siniflərdə 10 manat tələb edilir. Görüntülər Abşeron rayonu Masazır qəsəbəsindəki 3 nömrəli orta məktəbdəndir. Şagirdlər də, valideynlər də iddia edir ki, artıq bu bir ənənəyə çevrilib. Hər yeni tədris ilinin başlanğıcında bu vəsaitin bütün siniflərdən toplanılmasına başlanılır. Summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pul yığılır. Yolumuzu Masazırdakı 3 saylı tam orta məktəbdən salıb səsləndirilən iddialarla bağlı həm valideynlər, həm də şagirdlərlə görüşdük. Bu dəfə valideynlərdən çox şagirdlər yığılan vəsaitin əlindən təngə gəldiklərini iddia etdilər. Hətta aralarında summativ pulu verməyən şagirdlərin müəllimlər tərəfindən təhdid olunduğunu deyənlərə də rast gəldik. 10 manat da olub, 5 manat da olub. Bunu hər həftə ödəyirsiniz? Yox. Bir dəfə birinci görüb, vəssalam. Summativlər üçün nə qədər pul xərcləyirsiniz? 10 manat. Nə üçün 10 manat verirsiniz? İzah edin. Müəllimə çıxardı, A4 vərəqinə yazılar çıxardılar. 12 manat, 12 manat. 12 manat. Hər fəndən çünki BSG-lər olduğu üçün ona görə. Yəni 9-cu sinifin hamısında BSG olur. Həm idman, fizika. Və ona görə də 12 manat alırlar. 2 manat artırıblar, 10 manat idi əvvəl. Nəyə görə alırlar o 5 manat? Summativə görə, həm təmizliyə görə. 5 manat 10 manat arasında toplayırlar da. Summativ puludur. Elə bir ki, summativ pulu çıxarırlar. Hər fəndən 3-4 dənə ya da 6-7 dənə summativdir. Ona görə Bundan nə alırlar, nə edirlər, nəyə xərcləyirlər? A4 kağız alırlar, onda serikopiya bastırırlar. Təxmini 5-10 manat arası. İldə 2 dəfə. Abşeron rayonu Masazır qəsəbəsi 3 nömrəli məktəbin qarşısındayıq. İddialara görə bu məktəbdə şagirdlərdən summativ üçün vəsait toplanır. Vəsait isə 5-10 manat arasında dəyişir. Şagirdlərin iddiasına görə onlara pedaqoji kollektiv izah etməyə çalışır ki, 5-10 manat məbləğ xüsusi olaraq onlar üçün A4 vərəqinin alınmasına xərclənilir. Masazır 3 nömrəli tam orta məktəbin riyaziyyat informatika müəllimi Vidadi Ədilov şagirdlərdən summativ üçün pul yığılması iddiasının yanlış olduğunu qeyd edib. Şəxsən mən özüm summativi keçirirəm, heç kəsdən də nə pul almıram, belə bir şey yanlışdır, yəni. 3 nömrəli məktəbdən iddiaların əsaslı olub-olmadığını öyrənmək istəsək də bu cəhdimiz baş tutmadı. Abşeron Xızı Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılacaq və nəticəsi barədə məlumat veriləcək.